Atalar dəstək olurmu nəfəs bax övladlarına? Atalarının bilməm nə dərəcədə belə yaxşı olacaqdı deməyim, amma atalarının elə sağ olması, ata olaraq yəni sağ olması onların yanında bu mənim üçün bəsdir. Görüşürlərmi yəni onlar atalarından? Əlbəttə görüşürlər. Nəyə görə bunu sual verdim? Çünki biz əslində o nəfəsin oğlanlarından bir çəkiliş eləməli idik və qeyd etdilər ki, yəni atası oğlanlarının efirdə görünməyinə icazə vermir. Yəni belə qadağalar var. Çünki nəyə görə? Bəli, çünki nəyə görə? Bir dəfə övladını göstərirsən, yəni danışığını, yazışını bilməyən insan götürür, hər cür sözlər yazır. Bu da təbii ki, bir ata olaraq, yəni ona mən indi musiqiçiyəm, mən sənətdəyəm, başa düşürəm bunlar, o sözlər boş sözlərdir. Amma indi o ata olaraq yəni narahat ola bilər və bu səbəbdən də... Onda münasibətləri çox gözəldir, hə, ataları ilə? Əlbəttə yaxşıdır, bəli. Atalarının yanına da gedirlər, gəlirlər. Sadəcə mənim yanımda yaşayıb, mənim yanımda təhsil aldıqları üçün atası ilə yaşaya bilmirlər. Amma belə altı bazardır hər zaman. Həm də qohumdur, bibi oğlumdur, səhv etməmişsə. Getməsələr də belə ataların əlaqələri var. Hətta bəzən danışırlar, deyirlər, ana, olar mı dördünüz bərabər bir yerə, harası gedək? Gedirsiniz mi dördünüz? Deyirəm, oğlum, mən baxışdım, mənim işim var. Ona görə də, amma belə çox istəyirəm ki, ataları yanında olsun, bəli. Amma onlar istəyirlər ki, bir ata ilə ananın arasında da bir mehribanlıq olsun. Amma onlar elə tam anlamırlar, yəni həyatın elə tam bu bir sizin görməyiblər də.